Hər vaxtınız xeyir dəyərli izləyicilər. Sabah rayonu Badamdar qəsəbəsindən salamlayırıq sizi. Kaspian Hospitalının yanında Badamdarın girişi sayılır bu ərazi, birinci massiv. Yolun kənarında Hollywood restoranı yerləşən bina Qoçətin üstündə yeni tikili bu ərazinin ən premium binalarından biridir. 16 mərtəbəli yeni tikinin 6-cı mərtəbəsində 101 kvadrat ölçülü sənədi çıxarış olan tam əşyalı bir mənzil təqdim edəcəyik sizə. Giriş qapımızı görməkdəsiniz, geniş bir hol qarşılayır bizi. 101 kvadrat ölçü mənzildə tam görəcəksiniz və 2 otaqdan 3 otağa düzəlmə bir mənzildir. Giriş qapısından solda belə bir qardirob mebelinin davamı kimi, suvenirli kimi bir mebel tərtibatı var. Şüşə qapaqlar və qazma işıqlarla və daha sonra isə burada 4 qapılı bir qardirob mebeli, daha doğrusu 5 qapılı bir qardirob mebeli yığılıb. Sağ hissəsi aval döngə, darlıq yaratmasın deyə giriş qapısı ilə üzbəüz isə belə bir dresuar və açarlıq və sol və sağ hissələrdə isə daraq MDF dekorasiyadan istifadə olunub. Bura işıqlandırmalar, tavan işıqlamada spotlar, gizli işıqlar və lüstra qədər istifadə olunub. Gördüyünüz kimi divarlarda divar kağızından istifadə olunub. Döşəmə xol və sanuzellərdə qranit üstü döşəmədir. Sanuzellərin biri məhz ümumi sanuzeldir, koridorda yerləşir. Biri isə əsas yataq otağının daxilində ayrıca olaraq sanuzeli var. Qonaq otağı ilə davam edirəm. Qonaq otağının döşəməsində əla növ pambıq parketdən istifadə edilib. Geniş bir qonaq otağı var. Gördüyünüz kimi və tam əşya tərtibatı da həyata keçirilib. Böyük ölçülü bir TV stand yerləşdirilib. 6 nəfərli bir yemək masası və yumşaq mebel dəsti, bir divan və bir kreslodan olmaqla jurnalniyə qədər, xırda xalıya qədər yerləşdirilib. TV stand tərtibatı əladır. Barelyef dekorasiya və alçıpan üzləmə ilə gizli işıq tərtibatı verilib. 3 otağa düzəlmə məhz mətbəxlə qonaq otağının şüşə ara kəsmə ilə ayrılması ilə əldə edilib. Geniş ölçülü bir girişi var mətbəxin. Hər iki tərəfdən açıla bilir vəziyyətdədir bu paket şüşələr və kifayət qədər də böyük ölçülü mətbəx mebeli yığılıb sağ və sol hissədə. Sağ hissədə moka yerləşdirilib, üzəri süni mərmərlə işlənib və tam boy tavana qədər membran və şüşə qapaq panellərdən əla tekstura verilib mətbəx mebelinə. Sol tərəfdə isə qaz və soyuducunun yerləşimi və sirmələr burada yerləşdirilib. Gördüyünüz kimi son dövrlərin dəvinə uyğun mokka rəng, ağac tekstura və ağ rəngdən istifadə edilib mətbəx mebelində. Qonaq otağının tavanında böyük ölçülü lüstr və maqnetik reys işıqlanmanı görürsünüz. Davam edirəm. Əsas yataq otağı ilə kifayət qədər geniş ölçülü bir yataq otağı var. Buranın da dekorasiyası əladır və olduqca rahat bir otaqdır. Bu otağın daxilində sanuzel məhz burada yerləşir. Buranı göstərim. Tam sanuzel aksesuarları yerləşdirilmiş vəziyyətdədir. Geniş ölçülü bir sanuzeldir. Mərmər üzlüklü bir moydadır. Künc bir duş kabin. Unitaz yerləşiminə qədər hər şey ideal həyata keçirilib. Rahat sanuzeli var. Böyük ölçülü bir yataq dəsti, tumbalar divardan asılıb. Make-up yerləşimi burada nəzərə alınıb. Gizli işıqlı güzgüsünə qədər. Bütün otaqlarda kondisioner silivləri quraşdırılıb. Çıxışlar təmin olunub və tam boy bir qardirob mebeli yığılıb. 5 qapıdan ibarət yataq otağına uyğun. Davam eləyək. Uşaq yataq otağı ilə ikili yataq dəstini də burada görəcəksiniz. Yenə burada da tam əşya tərtibatı var. Make-up yerləşimi TV altlığına qədər qoyulub. 2 ədəd 1 metrlik yataqdan istifadə edilib və yenə burada da 5 qapılı tam boy bir qardirob mebeli quraşdırılmış vəziyyətdədir. Son olaraq ümumi sanuzeldə göstərim. Burada da mat teksturalı qranitlərdən istifadə edilib. Böyük ölçülü duş kabin hissə ayrılıb. Duş aksesuarları divar içidir. Gördüyünüz kimi moydadır yerləşimi, unitaz üzəri nişa işıqlanma və suşulkaya qədər quraşdırılmış vəziyyətdədir. Belə mənzili tam olaraq təqdim etməyə çalışdım sizə. Sabah rayonu Badamdar qəsəbəsi yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində 101 kvadrat ölçülü 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilmiş bir mənzil təqdim edirik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 350.000 manatdır. Sənəd çıxarışdır, yəni kupça, ipoteka ilə də əldə edə bilirsiniz mənzili. Mənzil haqqında məndən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaşın.